Siz onların bu metrolarını, videolarını kifayət qədər çox görmüşdünüz. Oldunuz onların metrolarına, Əlbəttə. düşüb baxdınız, maraqlı gəldi. Bəli. Həqiqətən bu qədər insan var orada. Hədsiz dərəcədə və ən qəribəsi də odur ki, bir nəfərin belə səsi çıxmır. Hamı o qədər Hamı itələyir sakitdir. bir-birini, amma heç kim "Jabala nə edirsən?" deyən də harıqdır. Bir də bəlkə də siz görmüsünüz, orada xüsusi işçilər var ki, metro dolu olsa belə onlar içəri itələyirlər və Yəni o qapılar var bağlı. idi, reallıqdır. Bəli, var. Yəni Siz özünüz necə daxil oldunuz? Bir stansiyada, öbür stansiyaya getmək üçün. mən indi sizə bir söz deyəcəm, bəlkə də çox gülməli və qəribə gələcək. Biz ilk gün orada olanda sırf Xatikoya baxmaq üçün, bu itin heykəlinə baxmaq üçün biz bir stansiyadan çıxa bilməmişik bayıra. Və biz bütün gün metronun içərisində, çünki tapa bilmirdik. Çox qəribə, siz necə oldu? Təsəvvür edin ki, ora getmək üçün bütün o qədər böyükdür, o qədər çıxışı var ki, yəni həmin o çıxışı tapa bilmirdik və bizdə uşaqlar acır, gedirik onları yeməyə al, nəsə Metronun görürlər. içində. Hə. Və biz oradan metrodan çıxanda baxdıq ki, artıq axşamdır. Yağış yağır. Gününüz metroda keçir. Günümüz metroda keçdi. İlk günümüz metroda keçib. Onların metrosu mən belə başa düşürəm ki, həm də mol təəssüratı Bəli, yaradır da.